Herkese salam. Bugün biz Bakının ən sakit yerlərindən birindəyik. Bakının səs-küyünün içində bəzən elə yerlər var ki, insan ora gələndə sanki hər şey birdən yavaşlayır. Və sən özünü tamam başqa bir atmosferdə hiss edirsən. Biz də Bakıda belə bir yer kəşf etdik. Şəhərin ortasında gizlənmiş, amma çoxlarının bilmədiyi bir Yapon bağı. İlk baxışda sadəcə bir park kimi görünə bilər. Amma biraz diqqətlə baxanda anlayırsan ki, burada hər detal xüsusi bir məna daşıyır. Yapon bağları sadəcə gözəl görünmək üçün qurulmur. Onların arxasında zen fəlsəfəsi dayanır və əsas məqsəd insanın daxili sakitliyini tapmasına kömək etməkdir. Bu səbəbdən belə bağlar daha çox düşünmək və sakitləşmək üçün istifadə olunur. Suyun burada olması da xüsusi bir məna daşıyır. Çünki Yapon düşüncəsində su həyatın axını ilə əlaqələndirilir. Yapon bağlarının əsas xüsusiyyətlərindən biri də odur ki, burada hər nüans əvvəlcədən planlaşdırılır və təbiətin kiçik bir modeli kimi qurulur. Bu yanaşma Yapon mədəniyyətində wabi-sabi anlayışı ilə bağlıdır. Yəni sadə və təbii şeylərdə gözəllik görmək. Bu qırmızı körpülər isə Yapon bağlarının ən tanınan elementlərindən biridir. Və Yapon mədəniyyətində həm keçidi, həm də qoruyucu simvol kimi qəbul olunur. Yaponiyada təbiətin hər elementi xüsusi bir məna daşıyır. Xüsusilə sakura çiçəkləri həyatın qısalığını simvolizə edir. Hətta Yaponiyada Hanami adlı ənənə var və insanlar sakura çiçəklərini izləmək üçün xüsusi olaraq toplaşırlar. Bu daş fənərlər də Yapon bağlarının klassik elementlərindəndir. Və əvvəllər əsasən məbədlərdə işıqlandırma üçün istifadə olunurdu. Bu bağlarda gördüyümüz daşlar da təsadüfi yerləşdirilmir və xüsusi qaydalara əsasən düzülür. Hətta Yapon bağlarında daşlar çox vaxt tək sayda yerləşdirilir ki, daha təbii və balanslı görüntü yaransın. Bu cür daşdan hazırlanmış su qabları isə Yaponiyada tsukubai adlanır və ənənəvi olaraq məbədlərin girişində yerləşdirilir. Yapon bağlarında bitkilər il boyu fərqli rəng və hiss yaratmaq üçün planlaşdırılır. Bəzi ağaclar çiçəkləri ilə, bəziləri isə yarpaqlarının rəngi ilə diqqət çəkir. Bu da bağa həm canlılıq, həm də balans qatır. Bu bağda gördüyümüz müxtəlif çiçəklər də təsadüfi seçilmir və onların hər biri mövsümə uyğun olaraq bağın görünüşünü dəyişir. Hamısı sakitlik, balans və daxili harmoniya hissi yaratmaq üçün düşünülüb. Yapon bağlarında daşlar ən vacib elementlərdən biri sayılır və onlar çox vaxt bağın sümükləri kimi qəbul olunur. Bəzi bağlarda əvvəlcə daşlar yerləşdirilir, sonra digər bütün elementlər onların ətrafında qurulur. Bu da onu göstərir ki, daşlar sadəcə dekor deyil. Əksinə, bütün bağın əsas quruluşunu müəyyən edən hissəsidir. Sakura çiçəkləri çox qısa müddət açır və tez solur. Buna görə də həyatın keçici olduğunu simvolizə edir. Bəlkə də Yapon mədəniyyətinin ən gözəl tərəfi də budur. Keçici olduğunu bildiyin bir anı belə daha dəyərli yaşamağı öyrədir. Belə yerləri kəşf etmək üçün kanalımıza abunə olmağı, videoyu bəyənməyi və bizi izləməyi unutmayın.